həqiqətən, mən hər dəfə deyirəm, duanı edən insanlar vallahi fərqlənirlər axı. Ona görə bəzi insanlar var ki, onlara deyəndə ki, Allaha dua elə, onlar deyirlər ki, indi yox. Niyə? Niyə? İndi yox. Burasına diqqət edir. Yorulmadınız hələ? Yoruldunuz, hə? Axırıdır. Bəzi insanlara deyəndə ki, dua elə, o deyir, indi yox. Hələ yox. Vaxtı çatmayıb. O etibarən demir ki, qəbul etməz Allah falan bu kimi şeylər. Bu yox. Bayaq danışdığım yox. O hansı etibarən deyir? Bir yöndən ağıllı etibardır. Fəqihdir, düşüncəlidir, düz başa düşüb. Nəyi? Deyir, Rəşad qardaş, vallahi indi o halda deyiləm. Allaha əl açın, üst tutun, nə mənada? Günahlara baş qarışıb, bulaşıb, asiliklər. Sənin Allahla ünsiyyətin qopub, ünsiyyətin yoxdur. Hər bir insanın, möminin, Rəbbinlə ünsiyyəti var. Ünsiyyəti yaxşı olanın duası qəbul yoxsa ünsiyyəti olmayan? Kafirin Allahdan ünsiyyəti yoxdur. Nə hansı ünsiyyətdən danışırsan ki? Baxın, mən bir misal deyim, hər dəfə deyirəm, Allahın misalı daha ucadır. Sadəcə yaxınlaşdırmaq üçündür. Sənin bir adamla ünsiyyətin yaxşıdır. Gedib ondan nəsə istəyirsən. O ünsiyyətin yaxşı olanda verər, yoxsa ünsiyyətin yaxşı olmayana verər? Yaxşı olana, qardaş deyir ki, ünsiyyətimiz var, problem deyil, zəng edirəm. O onun adını eşidən, o qədər yaxındır ki, bəs eləyir ki, filan kəs dedi mənə, vəssalam. Çünki o qədər yaxındır, yəni, o qədər ünsiyyəti var. Nəinki, tanımadığı başqa bir adam gəlir falan, bu insanlarda elədir. İndi Allahın misalı daha uzadır. Hər bir qulun, insanın, Allahla ünsiyyəti var. İndi bu dua edən adam fikirləşir ki, qardaş, mənim Allahla ünsiyyətim hal-hazırda bərbaddır. Yox. Neynir? O dua etməmişdən qabaq biraz hazırlaşır. Qardaş, indi ola bilər bir gün hazırlaşsın, 2 gün, 1 saat, 10 gün ünsiyyəti bərpa edir Allahla. Ki, girim ünsiyyətə. Sonra alnım qoyum istəyim. Dərhal verəcək Allah. Çünki insan günahlara bulaşmış halda əl açıb dua edəndə, vallahi özü də bilir ki, o deyil. Əlini salmaq istəyir. Utanır, əhsən, utanır.